500 qram un, 1 çimdik duz, 1 paket vanil, 1 paket qabartma tozu, 250 qram çörək yağı, margarinlə də əvəz edə bilərsiniz. Umac edirik. 300 qram şəkər qarışdırırıq. Ərzaqların dəqiq miqdarını postun altında qeyd edəcəm. 3 yumurta. Yumuşaq, ələ yapışmayan xəmir olur. Xəmirimizi 20 dəqiqə soyuduzda dinləndiririk. Dinləndikdən sonra tən ortadan 2 hissəyə ayırırıq və yaymağa başlayırıq. Videoda göstərdiyim kimi yağlı kağızın köməyi ilə kənarlarını düzləşdiririk. Çalışın hər tərəfi düz olsun. Hər iki xəmirimizi eyni qayda ilə yayırıq. Üzərini çəngəllə deşdikləyirik ki, köpməsin. Əvvəlcədən isitdiyimiz 200 dərəcəlik sobada 15-20 dəqiqə bişiririk. Kənarlarını kəsirik, umac edirik, üzərinə əlavə edəcəyik. 500 qram meyvə cemi, hər hansı meyvə cemindən istifadə edə bilərsiniz. Hər iki tərəfinə cem vururuq, üzərinə umac töküb, paxlava formasında kəsirik. Dadlı reseptlər üçün izləmədə qalın. Hazırlayacaq olanlara əvvəlcədən nuş olsun. İzlədiyiniz üçün təşəkkürlər.